Salam, bugün din 1-ci set test toplusundan Qədim Çin və Böyük Hun dövləti dərslərinin izahına baxacağıq. Gəlin başlayaq 1-ci sualdan. Bizdən soruşur ki, Mərkəzi Asiyada yaranmış ilk türk dövləti. Bildiyimiz kimi uşaqlar, Mərkəzi Asiya çölündə yaranmış ilk türk dövlətimiz Böyük Hun dövlətidir. Nə zaman yaranmışdı? Eradan əvvəl 220-ci əsrdə. Daha sonra keçirik ikinci suala. Qədim Çinin dövlət quruluşu. Bildiyimiz kimi uşaqlar, qədimdə eradan əvvəl 221-ci ildə Sin Şuxuandi tərəfindən Çin dövlətinin əsası qoyulmuşdu. Yəni mərkəzi hakimiyyətdə birləşdirilmişdi. Bu zaman Çində imperiya sistemi də yaranmışdı. Yəni imperator idi də Sin Şuxuandi. Ona görə də burada nə olacaq? Burada monarxiya quruluşu var demək ki, monarxiya. Biz də baxaq monarxiya hardadır? Bir buradadır, bir də burada. Bizdə uşaqlar qədim Çində mütləq monarxiya idi. Silki monarxiyası təbəqələrə bölünmə olduğuna görə bu cavab səhv olacaq. Kağız ilk dəfə hazırlandığı qədim ölkə. Uşaqlar eradan əvvəl 105-ci ildə Xan sülaləsinin dövründə kağız ixtira olunmuşdu. Məhz hansı dövlətdə? Çin dövlətində. Baxaq digər sualımız, 4-cü suala. Deyir ki, Pinçe müqaviləsinə görə Hunlara xərac ödəməyə öhdəsinə götürən dövlətin ərazisini xəritədə müəyyən edir. Bildiyimiz kimi uşaqlar, Pinçe müqaviləsi eradan əvvəl 200-cü ildə imzalanıb. Tərəflərdən biri Hunlar, digəri isə Çinlilər olmuşdu. Hunlardan olmuşdu Mete, Çinlərdən olmuşdu Xan sülaləsi. Və burada Xan sülaləsi məğlub olmuşdu, Hunlar qalib gəlmişdi. Ona görə də Çinlər Hunlara xərac ödəməyə məcbur olmuşdu. Gəlin görək, Çin hardadır? Çin bildiyimiz kimi Asiya qitəsinin şərqində yerləşir. Bax, gördüyünüz bu ərazi Asiya qitəsidir. Və Asiya qitəsinin şərqində vəs, yəni 1 olacaq. 1 olacaq bizim Çinimiz. 2 haradır? 2 Hindistandır. 3 haradır? Misirdir. 5 haradır? Baxın, 2 dənə çayın orası, yəni 2 çay arası. Bizə lazımdır B variantı, yəni Çin. Baxaq 5-ə. Qədim Misir və Çin xalqları mədəniyyəti üçün oxşar cəhət. Baxaq. Deyir ki, təqvimin yaradılması. Biz bilirik ki, təqvim həm Çində, həm Misirdə, həm də Çində olmuşdu. Ancaq bir fərq ondadır ki, əgər bizdən dəqiq təqvim soruşursa, bu hansı dövləti götürəcəyik? Çin dövlətini götürəcəyik. Amma bizdə burada ümumi təqvimin yaradılması soruşur ki, bu hər iki dövlətdə oxşar cəhət olacaq. Demək, cavabımız olacaq elə burada A variantı. Baxaq görək digər suallar niyə olmur. Deyir ki, zikuratlar. Bilir ki, zikuratlar tikənlər ilə Şumerlər idi. 3, 5, 7 mərtəbə. Günəş saatı ixtira edənlər Misirlilər idi. Çində belə bir şey yox idi. İlk dəfə kağızın istehsal edilməsi Çinə aiddir. Kompasın ixtirası Çinə aiddir. Cavabımız olacaq A variantı. 6-cı sual. Sarısaqlar üsyanı nəticəsində bildiyimiz kimi 184-cü ildə Çində sarısaqlar üsyanı baş vermişdi ki, sarısaqlar üsyanında həmin üsyançılar başlarına sarı sarıq bağladıkları üçün belə adlanırdı. Baxaq, Sin imperiyası süqut elədi. Xeyr, sarısaqlar üsyanı başlayanda Sin imperiyası yox, Xan sülaləsi hakimiyyətdə idi. Ona görə A gedirik. Quldarlıq quruluşuna zərbə vuruldu. Bəli, Çində olan quldarlıq quruluşu məhz sarısaqlar üsyanı nəticəsində zərbə vurulmuşdu. Qabiliyyətlə başa çatdı, xeyr. Sonda amansızlıqla yatırılmışdı. Xan sülaləsi Sin sülaləsini əvəz etdi. Xeyr, bu dövrdə elə Xan sülaləsi hakimiyyətdə idi, tayda onu zəiflətilmişdi əsasları. Feodalizm quldarlıqla əvəz edildi. Xeyr, əksinə quldarlıq feodalizmlə əvəz olunacaq. Cavab olacaq B variantı. Keçək 7-ci suala. Qədim Çində vuruşan padşahlar dövrü. Baxın, diqqətli olun. Nə deyir? Sualı diqqətlə oxuyun. Deyir ki, qədim Çində vuruşan padşahlıqlar dövrü başa çatdığı, yəni bizdən başlamasını soruşmur, başa çatdığını soruşur. Bilirik ki, vuruşan padşahlıqlar oldu. Eradan əvvəl 4 və 3-cü əsrlərdə olmuşdu. Baxaq, görək bu, bizə amma bitməsini soruşur deyim, bizə nə lazımdır? Bizə sadəcə lazımdır 3-cü əsr, yəni bitmə tarixi. Bizə lazımdır 3. Böyük Hun dövləti yarandı. Bilirik ki, Böyük Hun dövləti eradan əvvəl nə vaxt yarandı? Bayaq dedik. Yarandı 220-ci ildə yarandı Böyük Hun dövləti. Böyük Hun dövləti də 3-cü əsr elədiyinə görə
bizə başa çatdığı əsri soruşur. Elə cavabımız olacaq A variantı. Baxaq görək B-ni olmur. Makedoniyalı İskəndər Hindistanın şimal-qərb hissəsinə hücum eləmişdi. Makedoniyalı İskəndər hücum eləmişdi 327-ci ildə. 327-ci ildə eləyir 4-cü əsr. Bizə lazımdır amma 3-cü əsr bu getdi. Mano dövləti yarandı 9-cu əsr. Bizə 3 lazımdır, bu da getdi. Mido dövləti süqut elədi eradan əvvəl 550-ci ildə. Bu da getdi, 6-cı əsr eləyir. Əhəməni dövləti yarandı. Elə 550-də Mido dövləti süqut eləyəndən sonra 6-cı əsr eləyir. Bu da yanlış cavabdır. 8. Böyük İpək yoluna aiddir. Bildiyimiz kimi uşaqlar, Böyük İpək yolu salınmışdı kimin dövründə? Böyük İpək yolu salınmışdı məhz Xan sülaləsinin dövründə. Demək, Xan sülaləsinin dövründə İpək yolu salınmışdı. Eramızın əvvəli, ikinci, özü də əsr, minillik deyil. İkinci əsrdə salınmışdı. Bu biraz rəksiz oldu. Aha. İkinci əsrdə salınmışdı. Nə məqsədlə salınmışdı uşaqlar? Ticarət məqsədi ilə. Deyir ki, Xuanxə və Yatsız çayları birləşdirmək üçün yaradılmışdı. Xeyr, Böyük İpək yolu ticarət məqsədi ilə yaradılmışdı. Aha, elə B variantına baxın. Hə, aid deyil soruşur bizə. Bizə aid olmayanı soruşduğuna görə elə cavabımız A variantı olacaq. Çünki bizdən aid olmayanı soruşur. Yəni yanlışı soruşur. Elə A variantı. Baxaq görək B. Deyir ki, ticarət məqsədilə salınmışdı. Bəli, bu düzdür. Xan sülaləsi dövründə idi. Bəli. Bu yol əsas istiqamətlərdən biri Azərbaycan ərazisinə keçirdi. Bəli. Çin qoşunları bu yoldan keçib qarətçi yürüş eləyirdilər. Bəli. Bu yolu keçib digər ölkələrə qarətçi yürüşlər təşkil eləyirdilər. 9. Böyük İpək yoluna aid deyil. Yenə eyni suala qarşılaşdıq. Ticarət məqsədi ilə salınmışdı. Doğrudur. Bir dəqiqə. Aha. Çindən Şimali Afrikaya və İspaniyaya qədər uzanması. Bəli, Çindən başlayırdı Şimali Afrikaya qədər, oradan da İspaniyaya qədər uzanırdı. Bir də Qafqazdan İspaniyadək uzanan başqa bir şey var idi. Nə idi o uşaqlar? Əlbəttə ki, Yunan koloniyaları idi. Sin sülaləsi tərəfindən yaradılmışdı. Xeyr uşaqlar. Bu yaradılmışdı Xan sülaləsinin dövründə, eradan əvvəl 2-ci əsrdə. Azərbaycan ərazisinə keçməsi doğrudur. Çin ordusu bu yolla, yəni eyni cavabları yazıblar. 10-cu sual. Eyl-ver diaqramına əsasən uyğunluğu müəyyən edin. Baxaq, bizdən soruşur Sin sülaləsi, Xan sülaləsi. Hunlara qarşı mübarizə aparmağı hər iki sülaləyə aiddir. Çünki Sin sülaləsinin dövründə də var idi, Teymon Tanhu, Xan sülaləsinin dövründə də Meta Tanhu var idi. Yəni hər ikisi də mübarizə aparıb. Demək, biri o 3 alacaq A. Sonradakı ilk dəfə bütün Çinin vahid dövlətdə birləşdirməsi. Uşaqlar, Çin ilk dəfə vahid dövlətdə birləşdirən, baxın, ilk dəfə vahid dövlətdə birləşdirən Sin sülaləsi idi, amma vahid xalq yaradan Xan sülaləsi idi. Çindən gələn ticarət yolunun dünya ticarət yollarını birləşdirən Xan sülaləsi idi. Hansı yolla? Böyük İpək yolu ilə. Çində dəmir emalının başlaması. Çində dəmir emalı başlayanda uşaqlar, nə Sin sülaləsi var idi, nə Xan sülaləsi var idi. Çünki dəmir nə vaxt yaranmışdı? Eradan əvvəl 6-cı əsrdə. 6-cı əsrdə nə Sin var idi, nə Xan var idi. Ona görə də D heç birinə aid olmayacaq. Qırmızı qaşlar üsyanı baş vermişdi Xan sülaləsinin dövründə. 1-ə B, 2-ə C, 3-ə A variantı olacaq. 11. Eyl-ver diaqramı, yenə bizdən eyl-ver diaqramına aid sual soruşur. Bir tərəfdə Misirdir, bir tərəfdə Çindir. Baxaq, hieroqlif yazılı sistemindən istifadə eləməsi. Hieroqlifdən istifadə eləməyi həm Misirə aiddir, həm də Çinlilərə aiddir. A variantı hərisinə getdi. Günəş və su saatları icad edilməsi. Günəş və su saatlarını ixtira eləyənlər Misirlilər idi. Çində günəş saatı və su saatı yox idi. Beton ixtira eləyənlər kimlərdir uşaqlar? Romalılar idi, Romalılar olmuşdu. Kağızın ixtira edilməsi Çinə aiddir. Eradan əvvəl 105 Xan sülaləsi dövrü. Riyaziyyatda onluq hesablama sistemi yaratmışdı. Kimlər yaratmışdı uşaqlar? Riyaziyyatda onluq sayı sistemi yaratmışdı Misirlilər. 60-lıq yaratmışdı Şumerlər. Cavabımız olacaq B variantı. 12-ci sual. Yenə bizdən Misir və Çini soruşur. Təqvimdən istifadə etmək, bayaq da qeyd etdiyimiz kimi hər iki dövlətə aiddir təqvimlər. İlk kompas. Kompası ilk dəfə Çinlilər yaratmışdı. 0 rəqəmi kimə aiddir? Hindistana aiddir. Ulduzların xəritəsini çəkə bilirdi. Ulduzların xəritəsini çəkənlər olmuşdu Misirlilər.
Konfutsi təlimi olmuşdu. Çində 1D, 2BE, 3A, B variantı düzgün cavabımız olacaq. 13. Baxaq 13-ə. Nə deyir 13-də? Deyir ki, Quldarlıq quruşuna zərbə vuruldu, Xan sülaləsi zəiflədi. Bu Çində nəyin nəticəsində olmuş uşaqlar? Bayaq da dediyimiz kimi Sarısaqlar üsyanının nəticəsində baş vermişdi eramızın 184-cü ilində. 14-cü sual. Teoman Tanhu və Mehdi Xaqanın fəaliyyətinə aid oxşarlıq. Görək bu ata-balanın hansı oxşarlıqları var? Böyük İpək yolu uğrunda mübarizə aparılması. Baxaq. Böyük İpək yolu uğrunda mübarizə aparan yalnız Mete olub. Ona görə bura M yazırıq, Mete. Eradan əvvəl 2-ci əsrdə Hun dövlətini idarə etməsi. Eradan əvvəl 2-ci əsrdə, yəni Teoman Tanhu yaşayıb 220-dən 209-a qədər, Mete də yaşayıb 209-dan 174-ə qədər. Demək, ona görə də bizə 2-ci əsrdə yaşamaqları yalnız Mete'yə aiddir. Bu da getdi. Monqol və Tibet tayfalarının yalnız tutmuşdu Mete. Bu da getdi. Çinə yürüş etmələri, bəli, bu hər ikisinin ortaq cəhətdir. Niyə? Çünki Teoman Tanhu yürüş elədi, ona görə Çin səddini tikdilər eradan əvvəl 214-də. Mete Xaqan da Pinçen döyüş eləmişdi 200-cü ildə. Demək, Çinə yürüş eləməkləri oxşar cəhət olacaq. 15. 15-ci suala baxaq. Baxaq 15-ci sualımıza. Bizdən bu səfər çox soruşur. Mannanı, Çini və Misir dövlətlərinin oxşar və fərqli cəhətlərini istəyir. Baxın uşaqlar, bu 4-lə 5-i bəzi şagirdlər çarxır. Necə olacaq? 4 hər üçünün oxşar cəhətidir. 5 isə Çinlə Misirin oxşar cəhətidir. Ona görə burada ehtiyatlı olmaq lazımdır. Baxaq görək nə var burada. Dirilik ağacına etiqad edilməsi. Bilirik ki, uşaqlar, dirilik ağacına etiqad edilməsi, ölülərin axirət dünyasına inam, təbiətin ölüb dirilməsi məsələsi vardı manada. Biri olacaq A. Bir dəqiqə. Biri olacaq A. Təqvimin yaradılması. Uşaqlar, təqvim harda var idi? Təqvim olmuşdu burada yalnız 5-də. Yəni, harda olacaq? Həm Çində, həm Misirdə. Manada təqvim yox idi. Ona görə bu ikisinin oxşar cəhəti olduğuna görə 5-ə yazırıq. Kompasın ixtirası. Kompası Çinlilər kəşf eləmişdi. Hieroqlif yazıdan istifadə eləməkləri hər üçünə aiddir. Onluq say sistemi yaratmışdı Misirlilər, E variantı. Demək, cavabımız olacaq burada B variantı. 1A, 2C, 3E, 4D, 5B. 16-cı suala baxaq. Qədim Çində Sin sülaləsinin hakimiyyətdə olduğu əsrə aiddir. Sin sülaləsi hakimiyyətdə olub eradan əvvəl 221 yazmadı bu. Olub 221-dən olub 206-ya qədər eradan əvvəl. Görək bu hadisələr dövründə Hunda nə baş verib? Teoman Tanhu deyir ki, Teoman Tanhu tərəfindən idarə edilməsi. Bəli, bu zaman Teoman Tanhu hakimiyyətdə idi. Teoman Tanhu bayaq illərin dedik, birə A götürürük. Çinin şimal ərazilərini işğal eləmək. Çinin şimal ərazilərini tutmuşdu Mete Tanhu 200-cü ildə Pinçendən. O zaman Sin sülaləsi hakimiyyətdə yox idi. Çünki 206-da bu çıxıb gedib. Ötkən şəhəri paytaxt edib. Bəli, Ötkən şəhəri həm Sin sülaləsinin, həm Xan sülaləsinin ta ki Hun dövləti parçalanana kimi paytaxt olmuşdu. Biri olacaq AC. Baxaq başqa AC hardadır? Aha, görə 2-yə aiddir. Deyək ki, yəni Sin sülaləsi olanda Hindistanda nə baş verib? Makedoniyalıların hücumuna məruz qalmışdı. Makedoniyalıların hücumuna məruz qalmışdı eradan əvvəl 327. 327-ci ildə Sin sülaləsi hakimiyyətdə yox idi. Hələ onlar hələ yaranmamışdı. Ona görə A-nı götürmürük. Ərazisində Ari tayfaları məskunlaşmağa başladı. Ari tayfaları eradan əvvəl 2-ci minillikdə bura gəlmişdilər. Bu zamanda heç Sin sülaləsi hakimiyyətdə yox idi. Maurya sülaləsi ölkə ərazisini vahid dövlətdə birləşdirdi. Eradan əvvəl 3-cü əsrin 2-ci yarısında. Ona görə də bu cavab Sin sülaləsinin dövrünə düşür. Çünki Sin sülaləsi özü 3-cü əsrin 2-ci yarısında hakimiyyətdə olub. Ona görə cavabımız E variantı olacaq. Baxırıq 17-ci suala. Deyək ki, Böyük Hun dövləti 2 hissəyə parçalandı. Bilirik ki, Böyük Hun dövləti eradan əvvəl 58-ci ildə 2 hissəyə parçalandı. Qərb və Şərq. Görək, yəni 58-ci il olanda neçənci əsr sayılır? Demişdik, nətər fərqləndirirdik?
1-dən 100-ə qədər olanda birinci əsr idi. 101-dən 200-ə olmuşdu ikinci əsr. Demək, burada bizə lazımdır nə? Birinci əsr. Çünki 58 1-dən 100-ün arası qədər yerləşir. Maurya sülaləsi hakimiyyətdə idi. Maurya sülaləsi 317-dən 180-ə kimi hakimiyyətdə olub. Bu da düşür 2-ci əsrdən 3-cü əsrə. Ona görə, yox, 4-cü əsrdən 2-ci əsrə. Ona görə də bu heç düşmür 1-ci əsrə. 1-də A getdi. Əhəmənilərlə birgə Makedoniyanın işğalçı siyasətinə qarşı mübarizə gedirdi. Əhəmənilərlə birgə Makedoniyanın. Demək, Əhəmənilər gəlmişdi özləri 6-cı əsrdə, Makedoniyalılar gəlmişdi 327, 4-cü əsrdə. 4-cü əsrdə uşaqlar 1-ci əsr deyil ki, yəni metr götürə bilərik. Onda heç Hun dövləti iki hissəyə parçalanmamışdı. Bu da getdi. Daşdan yonulmuş darvaza. Daşdan yonulmuş darvaza eradan əvvəl 1-ci əsrə aiddir. Ona görə də elə bu da Hun sülaləsi iki hissəyə parçalananda da 1-ci əsr idi. Daşdan yonulmuş darvaza da 1-ci əsr olduğuna görə 1-də C variantı olacaq. 2-yə baxaq. Qədim Çində Xan sülaləsi hakimiyyətdə idi. Xan sülaləsi uşaqlar eradan əvvəl 109-dan eramızın 3-cü əsrinə qədər hakimiyyətdə olub. Yəni bu 3-cü əsrə qədər hakimiyyətdə olanda 1-ci əsri görmüş sayılır. Ona görə də A-nı götürürük. Böyük İpək yolu fəaliyyətə başladı eradan əvvəl 2-ci əsrdə. Bizə də lazımdır 1. Bu da getdi. Qırmızıqaşlar üsyanı 180, yox. Qırmızıqaşlar üsyanı baş verib 10 yazmadı. Qırmızıqaşlar üsyanı baş veribsə, bu da eramızda baş verib, eramızda. 1-ci əsrdə baş verib, amma eramızda. Bizə eradan əvvəl lazımdır. Eradan əvvəl 1-ci əsr lazımdır. Ona görə C variantını götürmürük. Cavab olur 1-də C, 2-də A variantı. 18-ci sual. Qədim Çinlilər eradan əvvəl 3-cü əsrdən fərqli olaraq Qədim Çinlilər 3-cü əsrdən deyir fərqli olaraq. Yəni 3-cü əsrdən fərqli olaraq görək nə ediblər. 2-ci əsrdə dünya ticarət yollarına çıxış əldə etdilər. Bu söz yəni bizə demək istəyir ki, mən İpək yoluyam. İpək yolu nəzərdə tutulur. İpək yolda bayaq dedik ki, 2-ci əsrdə asandır. Ona görə biri A-nı götürürük. Hunların hücumuna qarşı mübarizə aparmaları. Hunların hücumuna qarşı mübarizə aparmaları. Məsələn, Çinlilər Hunlara qarşı mübarizə aparıb ta ki məsələn Pinçen döyüşündə aparıb, ondan sonra artıq 58-də parçalanıb. Yəni ona görə bu fərqli cəhət deyil. Çünki 3-cü əsrdən fərqli deyil ki, 3-cü əsrdə də aparıblar Teoman Tanhun dövründə 214-də gedib böyük Çin sədini tikiblər. Yəni 200-cü ildə 2-ci əsrdə fərq deyil, bu oxşar cəhətdir. Ona görə B-ni götürmürük. Vahid ölçü və çəki sistemindən istifadə edirdilər. Bu başlamışdı Sin Şixuandin dövründə, yəni 4-cü əsrdə. 4, 3, 2, 1 ta ki Çin sülaləsi devirlənə kimi, yəni Çin dövləti parçalanana kimi. Ona görə bu hər dövrə aiddir. Ona görə bunu oxşarlıq kimi götürə bilərik, fərqli cəhət deyil. Baxaq görək 1-ci əsrdə neyinib ki, 3-cü əsrdə yox idi. Dəmir emalına başladılar. Dəmir emalı başlamışdı 6-cı əsrdə. Bu düşür. Demək, bu düşür. Dəmir emalı başladılar eradan əvvəl 6-cı əsr. 6-cı əsr olduğuna görə bu 1-ci əsr sayılmır. Təbii ki, bizə 1 lazımdır. İpək yolu üzərində nəzarəti böyük Hun dövlətinə verməyə məcbur oldular. Nə vaxt İpək yolunu Çinlilər Hunlara verirlər? 200-cü ildə Pinçen döyüşündə. Metiyə verirlər. Ona görə də Pinçen döyüşdə 200-cü il 2-ci əsr eləyir. Bizə də 1-ci əsr lazımdır. Bu da getdi. Hunların paytaxtını işğal etdilər. Bəli, Hunların paytaxtını eradan əvvəl 36-cı ildə işğal etmişdilər. Ona görə də bu 1-ci əsr elədiyinə görə C variantını götürürük. Demək, 1-də A, 2-də C, A variantı olacaq. 19. Çində Xan sülaləsinin hakimiyyət dövrü üçün səciyyəvidir. Dəmir emalı başlamışdı nə Sin sülaləsində, nə Xan sülaləsində. Bu hələ vahid dövlət yaranmamışdan qabaq idi. 6-cı əsr bu getdi. Böyük Çin səddinin inşasına başlaması 214 Sin sülaləsinin dövrünə düşür. Vuruşan padşahlar dövrü 4-cü əsr. Heç onda Xan sülaləsi yox idi, nə də Sin sülaləsi yox idi. Nə vaxt ki, vuruşan padşahlar son qoyulur, ondan sonra Sin sülaləsi yaradır. Çinin ilk dəfə vahid dövlətdə birləşdirilməsi Sin sülaləsi eləmişdi. Sarısaqlar üsyanı, bəli. Bu 184 Xan sülaləsinə aiddir. Baxaq 20-ci suala. Çində Sin imperiyasının hakimiyyət dövrü üçün səciyyəvi idi. Qul əməyinin ləğv edilməsi.
Aha. Çində aid olan soruşur. Qul əməyinin ləğv edilməsi. Çində heç vaxt qul əməyi ləğv edilməyib. A getdi. Dəmir emalı eradan əvvəl 6 idi. Heç onda Sin sülaləsi hakimiyyətə gəlməmişdi. Böyük İpək yolunun salınması Xan sülaləsinə aiddir. Çin əhalisinin vahid xalqa çevrilməsi xalq xana aiddir. İnzibati islahatlar keçirilməsi bəli, Sin Şuxəndi 36 vilayətə böldü, vahid çəki ölçü pul sistemi yaratdı. 21-ci suala baxaq. Qırmızı qaşlılarla sarımsaqlar üsyanına aid oxşarlıq istəyir. Qələbə ilə başa çatdı. Xeyr, ikisi də yatırıldı. Feodal zülmünə qarşı baş verməsi. Feodal zülmü yox uşaqlar, çünki onda feodalizm yaranmamışdı, hələ quldarlıq dövründə idi. B-də getdi. Xan sülaləsi dövründə baş verməsi bəli, doğrudur. Eyni əsrdə baş verməsi xeyr. Biri qırmızı qaşlar 1-ci əsr idi, sarımsaqlar 2-ci əsr idi. Bu da deyil. Çinin 1-ci imperatorunun vergi siyasətinə qarşı yönəlməsi, 1-ci imperator desə onda gərək Sin Şuxəndi olar. Sin Şuxəndi də Sin imperatorun başçısı idi, amma bu üsyanlar baş verib Xan sülaləsinin dövründə olduğuna görə bu variant da səhvdir. Cavabımız olacaq C variantı. 22. Çində Sin sülaləsinin hakimiyyət dövrünə aid xüsusiyyət soruşur. Yenə bizdən Sin sülaləsini soruşur. Çin tarixində erkən sivilizasiya yaranmışdı eradan əvvəl 3-cü minillikdə. Onda heç Sin sülaləsi yox idi. Sarsaqlar üsyanı Xan sülaləsinin dövründə oldu. Artıq əzbərlədik. Bütün ölkə ərazisi vahid dövlətdə birləşdirildi. Bəli, Sin Şuxəndinin dövründə təsərrüfat işlərində ilk dəfə qul əməyindən istifadə edilməsi. İlk dəfə qul əməyindən istifadə edilməsi təsərrüfatda. Bu, yəni ilk dəfə deyildi də. Yəni ilk dəfə Sin sülaləsinin dövründə olmamışdı. Ölkənin dünya ticarət yollarına qoşulması, Böyük İpək yoluna qoşulmaq, bu da Xan sülaləsinə aiddir. C variantı doğru cavabdır. 23. Qədim Çində Xan sülaləsi hakimiyyət dövrünə aid oxşar. İndi bizdən Xan sülaləsini soruşur. Baxaq görək, çox qırmızını yazıq. Gəlin biraz da yaşınla yazıq. Hə, 23-də qaldıq da. Qədim Xan sülaləsini soruşur. Vuruşan padşahlar dediyimiz kimi nə Sinə düşür, nə Xana. Böyük Çin səddinin tikilməyə başlaması Sin sülaləsidir. Hun tayfalarının ölkə üzərində ilk hücumlarını başlaması Sin sülaləsindən başlamışdı. Ölkə ticarət yollarına qoşuldu. Bəli, Böyük İpək yolu D variantı. Görürsünüz uşaqlar, eyni suallar təkrar başqa cür formada yazdılar. Erkən sivilizasiyada bayaq dedik ki, onun içinə dövlət yaranmamışdı. Vahid dövlət nə Sinə düşür, nə də Xan sülaləsinə düşür. 24. Uyğunluq pozulmuşdur. Böyük Hun dövlətində hökmdar adlanırdı Tanhu. Bəli uşaqlar, Böyük Hun dövlətində hökmdar nə deyirdik? Tanhu. Bu düzdür. Çinin şimal hissəsi Hunların hakimiyyəti altına keçdi. Mete Xaqanın dövründə, bəli, Pinçen sülhü ilə Böyük Hun dövləti yaranmışdı Mərkəzi Asiyada, bəli. Hun hücumlarının qarşısını almaq məqsədi ilə inşa edilməyə başlamışdı. Çin səddi, bəli, 214-cü ildə Çinlərlə Hunlar arasında münaqişəyə səbəb olmuşdu. Böyük Çin səddinin inşası xeyr. Sadəcə Böyük Çin səddini inşa etdilər ki, Hunların qarşısını ala bilmədilər. Cavabımız olacaq E variantı. Yəni yanlış budur. 25-ə baxaq. Silin buraları təmizləyim. Yenə bizdən uyğunluq pozulmuşdur. Soruşur, Böyük İpək yolunun salınmasına başlanıldı Xan sülaləsi. Xan yox, Sin. Çində sarsaqlar üsyanı baş vermişdi. Sin Şuxəndinin dövründə yox, Xan sülaləsinin dövründə. Böyük Hun imperatorluğu. Hə, bizdən səhvi soruşur da. Onu deyəcəyimiz B variantı. Böyük Hun imperatorluğu 2 hissəyə parçalandı 1-ci əsrdə, bəli, 58-ci il 1-ci əsr eləyir. Pinçen müqaviləsini bağlamışdı Xan sülaləsinin dövründə, bəli, düzdür. Misirin paytaxtı dəyişdirilmişdi 2-ci əsrdə Fif şəhərinə köçürülmüşdü, doğru. Cavab olacaq B variantı. 25. Çində qırmızı qaşlar üsyanı baş verdiyi əsrə uyğun gəlir. Qırmızı qaşlar üsyanı baş vermişdi uşaqlar. Eramızın 1-ci əsrində. Yəni bizdən soruşur erada olan şeyi, yəni döyüş tapın. Romalılarla Albanlar arasında Kür çayı döyüşü olmuşdu 66 1-ci əsrdə. Amma eradan əvvəl olduğuna görə götürmürük. Alanların yürüşü 74, 72.
Bu bizim erada olduğuna görə bunu götürürük. Hökmdar Ariobarzan hakimiyyətə gəlib eradan əvvəl 20-ci əsr. Bu da 1-ci əsr edir. Amma eradan əvvəl 1-ci əsr edir. Bu da səhvdir. Maqneziya döyüşü 190 eləyir. O da 2-ci əsrdir. Atropatena yeni hökmdarlar tərəfindən idarə edilməyə başlanması. Bu da elə Maqneziya döyüşündən sonra artıq yerli hökmdarlar təzədən gəlməyə başlayır. Yox, elə dövlət qurulandan yerli hökmdarlar idarə edirdi. Bu da eradan əvvəl olduğuna görə götürmürük. 27. Deyir ki, Çində qırmızı qaşlar üsyanının baş verdiyi əsrə uyğun gəlir. Alanların Atropatena yürüşü bayaq dedik 74-72. Elə cavabımız bu variantdır. Çünki qırmızı qaşlar 1-ci əsrdədir, eramızdadır. Alanlar da eramızda yürüş ediblər. Ona görə cavab A variantıdır. Romalılarla Albanlar arasında qanıq döyüşü 65-də olub, amma eradan əvvəl olub deyin götürmürük. Oroyusla Alban idarə etməyə başlaması bu 1-ci əsrdə də, amma eradan əvvəldir. Qavqamela döyüşü 331 4-cü əsr eləyir eradan əvvəl. Roma Adrianla dostluq əlaqələri eramızın 2-ci əsridir, amma bizdən 1-ci əsri soruşur. Ona görə də E variantı yanlışdır. 28. Sin sülaləsi ilə Xan sülaləsinin oxşar və fərqli cəhətlərini istəyir. Çin əhalisinin vahid xalqa çevrilməsi xalq Xan sülaləsidir. 2-yə A bəndi. Çində 2 dəfə vahid dövlətin yaradılması Sin sülaləsinə aiddir. Erkən orta əsrlərdə hakimiyyətdə olmaları, baxaq, erkən orta əsrlər uşaqlar eləyir 3-11. 3-11-ci əsrlər eləyir. Erkən orta əsrlər. O zaman heç nə Sin sülaləsi vardı, nə Xan sülaləsi. Çünki bu eramızda olan erkən orta əsrlərdir. 3-11-ci illər eləyir. Makedoniya İskəndərin yürüşünə məruz qalmışdı. Heç biri. Yəni Makedoniya İskəndəri Çinə yürüş eləməyib baxı. Hunların qoşunlarla toqquşmaları hər ikisi Hunlarla toqquşub. Bayaq izah eləmişdik. 1B, 2A, 3E variantı C olacaq. 29-a baxaq. Mete ilə Teomanın oxşar fərqli cəhətlərini istəyir. Atabala. Çinlə mübarizə aparmaq bayaq da dedik doğru cavabdır. Monqol və Tibet tayfalarını məğlub eləmişdi Mete. Dövlətin əsasını qoymuşdu Teoman kişi. Pinçe müqaviləsini bağlaması Mete kişiyə aiddir. Dövləti 2 hissəyə parçalanması bunlar öləndən sonra olmuş deyin. Heç birinə götürmürük. Demək 1-ə B-dır, 2-yə C, 3-ə A variantı D olacaq. 30-cu suala baxaq. Yenə Mete ilə Teomanın oxşarlığını istəyir. Dövlətin sərhədləri genişləndirilməsi. Uşaqlar, bu atabala hər ikisi dövlətin sərhədlərini genişləndirə biliblərmi sizcə? Baxaq görək. Bu açıq sual imiş. Baxaq onda. Dövlətin sərhədlərini genişləndirib. Ay, qələm hara getdi? Bir dəqiqə uşaqlar. Demək, dövlətin sərhədlərini genişləndirmə hər ikisinə aiddir. Yəni, ikisi də genişləndirib, ikisi də güclü hökmdar idi. Xan sülaləsini idarə etdiyi üçün də, yəni Xan sülaləsinə mübarizə aparmaq varsa Meteni götürürsünüz. Çünki Teoman Sini görüb, Mete xanı görüb uşaqlar. Ona görə ora getdi. İndi biz burada nətər eləyək belə? Mərkəzi Asiyada ilk türk dövlətlərinin əsasını qoyması, bu olacaq Teomana. Bu da gəlin yazaq, sonra oraya yazaq. Teoman. Eradan əvvəl 2-ci əsr dövlət idarə etməsi Meteyə. Hindistanın vahid dövləti, Hindistan nə əlaqə? Bunlar Hun hökmdarlardır. Demək, cavabımız nə olacaq uşaqlar? Cavabımız olacaq D variantı. 1B-dır, 2C, 3A variantı. 31. Baxaq görək 31-də nə soruşur. İndi uşaqlar açıq suallara keçdik. Diqqətli olmalıyıq. Xan sülaləsinin hakimiyyət dövrünü soruşur bizdən. Bayaq bunlara uyğun suallar işlədik. İndi bunun açıq versiyonu işləyirik. Böyük Hun dövləti ilə sülh müqaviləsi bağladı. Bəli, 200-cü il Pinçen doğrudur. Böyük Çin sərhədinin inşasına başlandı Sin sülaləsinin dövründə. Hunların üzərinə yürüşlər eləyirdilər. Bəli, həm Sin eləyirdi, həm Xan eləyirdi. Çin ilk dəfə vahid dövlətdə birləşdirən Sin idi. Amma vahid xalq kimdə idi? Xan sülaləsində idi. Ona görə bu getdi. 3-cü əsrin əvvəllərində süqut eləməsi. 3-cü əsrin əvvəllərində yox, eramızda E olsaydı düz olardı. Amma bu eramızdan əvvəlinə görə səhvdir. Vyetnamın bəzi vilayətləri, bax bütün vilayətləri yox ha. Bir də Koreyanın işğal edilməsi Xan sülaləsinə aiddir. Cavab olacaq 1, 3, 6. Keçdik 32-yə.
Qədim Manna və qədim Çin tarixlərinə aid oxşarlıq. Heroqlif yazıdan istifadə bəli, hər ikisinə aiddir. Hunlara qarşı mübarizə, Mannalılar Hunları görməyiblər. Təsərrüfatda qul əməyindən istifadə bəli. Eradan əvvəl 3-cü əsrdə vahid dövlət halında birləşdirilməsi xeyr, çünki Manna 9-cu əsrdə yaranıb. Uşaqlar, bir də diqqətli olun. Təsərrüf bax, Azərbaycanda Atropatenadır, Albaniyadır, bu kimi dövlətlərdə, yəni bizdə quldan geniş istifadə olunmuyor. İstifadə olunub, quldan istifadə eləmişik, amma geniş istifadə eləməmişik. Yəni Çin kimi, sonra Şumer kimi, Yunanistan, Roma kimi yox. Sadəcə olaraq istifadə eləmişik. Geniş istifadə eləməmişik. Ona görə də burada amma bizdən deyir ki, yəni istifadə elədiyin soruşduğuna görə 1-3-ü götürürük. 33-ə baxaq. Qədim Çində Şumerlərə aid oxşarlıq həm Çində olsun, həm də Şumerlərdə olsun deyir. Qədim Çin və Şumerlər. Quldarlıq istehsal üsulunun mövcud olması. Quldarlıq hər ikisində var idi, bəli. Zikkuratlar təkcə Şumerlərdə var idi. Yazıları hər ikisində var idi. Çində heroqlif idi, Şumerdə mixi idi. Amma Şumerlərin iki yazısı piktoqrafik olub. Sonra 3-cü əsrdə mixi yazını kəşf ediblər. Eradan əvvəl 3-cü əsrdə ilk dövlətlərin yaradılması. Şumerlər yaradıb eradan əvvəl silindi. Bir dəqiqə. 3-cü əsrdə ilk dəfə dövlətləri yaradan eradan əvvəl 221-ci ildə Çinə aiddir. Yəni bu Şumerlərə aid deyil. Əhalisi əkinçi ilə məşğul olması, bəli. Bu əkinçi ilə məşğul olması. Bəli, bu hər ikisini oxşar cəhət götürə bilərik də. Yəni həm Şumerdə, həm də Çində əkinçilik var idi. Ona görə 1-3-5 doğru cavabımız olacaq. 34-ə baxaq. Bizdən birinci minilliyə aid olanları soruşur. Birinci minillik, amma eradan əvvəl birinci minillik. Böyük Çin səddi 214 idi. O da 3-cü əsr eləyir. Bu getdi. Mərkəzi Asiyada ilk türk dövlətin yaranması. Bu deyir, yəni 220 Hun dövləti. Bu da 3-cü əsr eləyir. Getdi. Ulu bir dövlət qurumunun süqut eləməsi. Üzr istəyirəm uşaqlar. Bizdən əsr soruşmur. Bizdən minillik soruşur. Diqqətli olaq. Birinci minillik deyir. Birinci minillik nətər olur? 1-dən 10, 11-dən 20-yə. Böyük Çin səddi olub 214-də. O da eləyir 3-cü əsr. 3-cü əsrdə birinci milliyə düşür, bəli. Bir götürürük. Mərkəzi Asiyada ilk Hun dövlətin yaranması 220, bu da 3-cü əsr eləyir, birinci milliyə düşür, bəli. Ulu bir dövlət qurumu 3-cü minillikdə süqut eləyib, ona görə götürmürük. Qədim Misirdə mixi yazı 3-cü minillikdədir, bunu götürmürük. Cavab 1-2 olacaq. 35. Qədim Çin tarixinə deyir, aid deyil. Qədim Çinin tarixində görə hansı aid deyil? Kəndlilər və qulların üsyanlarının baş verməsi, bəli. Vuruşan padşahlar dövrü bilirik ki, uşaqlar, vuruşan padşahlar dövrü Çinə aiddir. Yəni Çin tarixində olmuş bir hadisədir. Roma qoşunlarını görməyiblər. Çinlər Romalılar nətər görsünlər? Ari tayfaların hücumuna məruz qalanlar uşaqlar Hindistanlılar idi. Amma burada ki, sədd tikmişlər Hunlara qarşı, Arilərə qarşı yox. Xan sülaləsi ilk dəfə ölkəni vahid dövlətdə yox, vahid xalq olsaydı, sənə deyən idi, ay sual. Amma vahid dövlət deyirsə biz nəyə götürürük? Sini götürürük. Demək cavab 1-3 olacaq. Yox, aid olmayanlar soruş deyil, 3-5 olacaq. 3-5. Baxın uşaqlar, diqqətli olun. Sualı tapırıq, amma şərti başa düşmək lazımdır. Şərti diqqətlə oxumaq lazımdır. Xan sülaləsinə aiddir. 3-cü əsrin ikinci yarısında hakimiyyətə gəlməsi 206-da gəlib. 206-da eləyir, 3-cü əsrin ikinci yarısı. Bəli, bir düzdür. Çində ilk dəfə dəmir emalı başladı. Bu, dedik ki, nəsrinə düşür nə xana. Çində Şimali Afrika və İspaniya qədər ticarət yollarının salınması, bəli, böyük İpək yolunu deyir. Ölkədə qul və kəndli üsyanların baş verməsi, bəli. Çinin inzibati baxımından ilk dəfə vilayətlərə bölünmüşdü, 36 vilayətə bölünmüşdü. Sin Şixuandi, bu da Xan sülaləsində yox, Sin sülaləsinə düşür. Cavab olacaq 1, 3, 4. Sonra 37. Deyir ki, Çin tarixinə aid uyğunluğu müəyyən edin. Çin tarixinə aid uyğunluq. Dəmir emal eləmək bildik ki, 6-cı əsrdədir, eləmi Çində. Hindistanda 11-ci əsrdə, Azərbaycanda 7-dir. Bax, hər üç dövlətdə dəmirin inkişafı nəyə səbəb olur? Dəmirin emalı təsərrüfatın inkişafına səbəb olur. Ona görə bir düzdür. Sin Şixuandin tədbirləri, məsələn, ölkəni nəyə bölmüşdü? Vilayətlərə, düzdür. Sin sülaləsinə hakimiyyətə gəlməsi böyük İpək yolunun salınmağa başladı. Dedik ki, kimin dövründəydi uşaqlar? Xan sülaləsi. Vuruşan padşahların bitməsi Sin sülaləsinin hakimiyyətinin başa çatması. Xeyr, əksinə, vuruşan padşahları bitirdiyin Sin sülaləsi hakimiyyətə gəlir, başa çatmır. Ona görə cavab 1-2 olacaq. Baxırıq 38-ə.
Deyək ki, Hun dövlətinə aiddir. Hun dövlətinə aid olana baxaq. Hun dövlətinə. Hun dövlətinə aid olanı soruşur. Mete Xaqanın tədbirləri. Mete Xaqan bildiyimiz kimi 10-luq, 100-lük, 10 minlik ordu yaradır, güclü ordu qurur, fit çalan oxlar düzəldir. Ona görə 26 dənə tayfanı birləşdirir. Deyir Mete Xaqanın tədbirləri güclü ordu yaradılması bəli. Teoman Tanxunun qələbələri Pinçen. Dedik ki, uşaqlar Pinçeni kim imzalayıb? Mete. 2 səhvdir. Mete Xaqanın Çinə hücumu böyük Çin səddi kimə qarşı tikilmişdi? Teomana. Teoman idi onda hakimiyyətdə. Dağıl çəkilmələr baş verir, dövlət parçalandı, bəli. Tarixdə həmişə bilirik ki, dağıl çəkilmələr nə vaxt baş verirsə, o zaman dövlət parçalanır. 39. Səbəb nəticə əlaqələrinin düzgün verildiyi bəndi müəyyən edin. Sizin padşahlığın digər dövlətlərlə mübarizədə qalib gəlməsi, mərkəzləşmiş idarə sistemin yaradılması. Bəli, bildik ki, vuruşan padşahlılar olur. Bu vuruşan padşahlılarda kim qalib gəlir? Sin sülaləsi, yəni mübarizə aparı axırda dövləti birləşdirir. Makedoniya qoşunları hücum eləyir, böyük Hun dövləti 2 hissəyə parçalanır. Xeyr, Hun dövləti heç Makedoniyalılar görməyiblər axı. Pinçen müqaviləsi Xan sülaləsi xərac verir, bəli, bayaqdan artdığı nisbətdə deyirik bunu. Sin Şuxandinin qoşunlarının hücum etməsi, Qərbi Hun dövlətinin süqut eləməsi. Sin Şuxandinin yox, uşaqlar, Xan sülaləsinin. Cavab olur 1-3. Çində Çin sülaləsindən fərqli olaraq Xan sülaləsi. Mərkəzləşmiş dövlət idarə sistemi yaradıldı. Mərkəzləşmiş idarə sistemini yaratmışdı kim uşaqlar? Əlbəttə ki, Sin sülaləsi. Yəni Xanda belə bir şey yox idi. Bir də deyir ki, bundan fərqli olsun, Xanda olsun. White Pool sistemi tətbiq eləmişdi. Sin sülaləsi, Sin Şuxandi. Qərbi Hun dövlətini süqut eləmişdi. Bəli, eradan əvvəl 36-da gedir Tanhunu məğlub eləyir. Xan sülaləsinə aiddir. Koreya və Vyetnam bəzi vilayətlər tabe edildi. Bəli, bu kimin dövründə idi? Xan sülaləsinin vaxtındaydı. 4. Konfutsi təlimi mövcud idi. Konfutsi təlimi hər ikisində var uşaqlar. Həqiqətən deyirdik ki, Sin sülaləsi qadağan eləmişdi, amma Xan sülaləsi yayılmağa kömək eləmişdi. Ona görə cavab 3-4 olacaq. Eyni əsrdə yaranmışdı. İskit padşahlığı oldu 7-ci əsr. Böyük Hin imperatorluğu yarandı 220, yəni 3-cü əsr. Əhəməni dövləti 6-cı əsr. Manna 9, Sin Şuxandi 3-cü əsr. Bizdən də soruşur, eyni əsrdə olanlar. Bax, gördünüz ki, 3, 3, 2, 4. Cavab oldu 2, 4. Baxırıq 42-yə. Çin tarixinin eradan əvvəl 3-cü əsrin ikinci yarısına aiddir. Çin tarixinin 3-cü əsrin ikinci yarısında bildik ki, nə oldu uşaqlar? Dövlət yarandı. Deyək ki, Xan sülaləsinin devrilməsi. Xan sülaləsi eramızın 3-cü əsrində devrilib uşaqlar. Eradan əvvəl yox, bir getdi. İnzibati islahatlar keçirilməsi, bəli. 221-də Sin Şuxandi keçirir. O da 2-ci əsr, 3-cü əsrin ikinci yarısı eləyir. Çindən gələn ticarət yolları dünya ticarət yoluna qoşuldu. Xan sülaləsinin dövründə 2-ci əsrdir, 3-cü əsr deyil. Yoxsulların üsyanı eramızda olub. Müstəqil quldar dövlətlərin ləğvi. Müstəqil quldar dövlətlərin ləğvi. Müstəqil quldar dövlətlər, məsələn, müstəqil quldar dövlətləri ləğvi Sin sülaləsi parçalandı 206 elə. Bu da 2-ci əsr, 3-cü əsrin ikinci yarısı eləyir. Cavab olacaq 2, 5. 43. Deyir ki, qədim Çin tarixinə aid səbəb nəticə əlaqələrin doğru verildiyini müəyyən edin. Böyük Çin səddinin tikilməyə başlaması, Hunların Çinə hücumlarına son qoyulması. Xeyr, Çin səddini tiksələrdə uşaqlar, o qədər, yəni Hunlar yenə hücum edir. Bir yerdən yol tapırlar, yenidən gəlirlər. Əgər Çin səddi işə yarasaydı 200-cü ildə Pinçen döyüşü olmazdı. Feodal zülmü getdikcə artır, qırmızı qaşlar üstəyən. Uşaqlar çarıxmayın. Feodal zülmü yox. Çünki hələ feodalizm yaranmamışdı. Hələ quldarlıq quruluşundaydılar. Ona görə feodal zülmü sözünə görə 2 getdi. Xan sülaləsi hakimiyyət dövründə kəndlilərin və qulların ağır vəziyyəti, sarsaqlar üsyanı, bəli. Vahid dövlətin yaranması, vuruşan padşahlar başlaması. Başlaması deyir burada, diqqətli olmaq lazımdır. Ona görə də burada 4-ü götürmürük. Çünki vahid dövlət yaradandan sonra zaten vuruşan padşahlar süqut eləməlidir. Sin sülaləsi hakimiyyətə gəlməsi, çəki ölçü pul, bəli, Sin Şuxandi eləmişdir. Cavab olacaq 3, 5. 44. Doğru hadisələr deyir müəyyən edin. Doğru. Doğrunu soruşur. Hakimiyyət uğrunda mübarizə baş verdi. Böyük Hun imperiyası 2 hissəyə parçalandı. Bəli. Bir tərəfdə anası Çinlə, bir tərəfdə anası Türk olan mübarizə aparır. Tanhu Türk olanını
oğlu idi. O hakimiyyəti bölür, gəlib Hun dövlətini yaradır və gedir. Şərqdə qalır anası Çinli olana. Hunlar Pincen şəhəri yaxınlığında Çin ordusunu mühasirəyə aldı. Sin sülalə, bax yenə görürsüz Sin sülaləsi yazıb. Səhvdir. Xan olmalı da uşaqlar, diqqətli olun. Metetan Hun işğallara başladı. Monqol və Tibet tayfaları tabe edildi, bəli. Teoman Çin üzərinə fasiləsiz hücumlar elədi. Xan sülaləsi. Teoman Tanhu ancaq kimi görüb uşaqlar? Sin sülaləsini görüb. Ona görə də Xan sülaləsi sözünə görə 4 səhvdir. Cavab olacaq 1, 3. 45. Sin Şuxanidin işğalları Çin dünya ticarət. Sin Şuxanidi yazıq nətər dünya ticarət yolda çıxarsın. Sin Şuxanidi ölüb gedib. Yəni 3-cü əsrdə yaşamış bir insandır. Ticarət yollarına da çıxıb insanlar 2-ci əsrdə. Bu səhvdir. Sarqonun Şumer şəhər dövlətlərinin üzərində qələbəsi dünya tarixinin ilk imperiyası, bəli. Akkad imperiyası yarandı 24-cü əsr. Sarsaqlar üsyanı Çində padşah hakimiyyəti və quldarlıq hökmranlığı zəiflədi. Bəli, uşaqlar. Yəni Çində həm quldarlığa zəiflədi, həm də hökmranlığı, padşah hakimiyyəti zəiflədi. Amma padşah hakimiyyətinə son qoymur, sadəcə zəiflədir. Kiaksarın işğalları Əhəmənilər dövlətinə son qoydu. Kiaksarın işğalları, uşaqlar, yəni Kiaksar Midiyanın dövlətinin başçısı idi. Əhəmənilər zaten gəlib Midiyaya son qoyacaq. Bu tərsinə deyir. Ona görə 4-də səhvdir. Hun hökmdarı Mete Çin yürüş eləyəndə Böyük Çin səddi. Bayaqdan yəni 2-3 dəfə dedik ki, Böyük Çin səddi olmuşdu. 214-də Sin sülaləsi düşür Teoman kişiyə. Bu da belə. Cavab oldu 2, 3. 46. Eradan əvvəl 2-ci, 1-ci əsrlərdə Çin hökmdarları Hunların qələbəsi ilə barışmaq istəmir. Onlara qarşı hansı siyasət yeridirdi uşaqlar? Vergidən boyun qaçırır, döyüş taktikalarını öyrənir, qızların gətirib onların oğlanlarını evləndirib onların döyüş taktikalarını öyrənir, yəni aralarına sızırdı, Hunlar arasında davət salır. Yəni deyir, bu verilənlər nəticəsində Çin dövləti nəyə nail ola bilərdi? Əlbəttə ki, Çin dövləti nəyə nail oldu? Həm nə nail ola bilərdi? Hunlar arasında feodal. Bax yenə feodal sözünü gördünüz, qaçın. Çünki feodal hələ yaranmamışdı. Feodalizm dövrü hələ gəlməmişdi. Bir getdi. Hunların daxildən parçalanmağa, bəli, Hunları parçalanmağa səbəb olurdu. Çinin Whitehalda birləşdirilməsi. Çin zaten Whitehalda birləşib də, daha 5 dəfə birləşdirməyəcək ki. Ona görə 3-ü götürmürük. Hun dövlətinin zəifləməsinə, bəli. Yəni bu artıq bəllidir. Parçalayacaq, böləcək, zəiflədəcək. Hun dövləti ilə sülh şəraitində yaşamaq. Xeyr. Hun dövlətinə sülh şəraitində yaşamaq istəmirdi. Gedib onların hər şeyini öyrənib onları zəiflətmək istəyirdi. Ona görə 2-4 olacaq cavab. 47. Eradan əvvəl 1-ci minilliyin ortalarında Çində quldar dövlətlər mövcud idi. 1-ci minilliyin ortalarında Çində quldar dövlətlər mövcud idi. Onlar Çinin birləşdirilməsi uğrunda bir-biri ilə amansız müharibələr aparır. Uzun sürən bu mübarizədə Sin sülaləsi qalib gəldi. Birinci Sin imperatoru öz hakimiyyətini bütün Çin ərazisinə yaymağı bacardı. Verilənlərə əsasən qədim Çin dövrünün xüsusiyyətlərini müəyyən edin. Burada görək, həmin vaxtı Çində mövcud idarəçilik necə idi? Baxaq. Demək, burada deyir ki, vuruşan padşahların mövcud olması. Bəli, yəni bu dövrdə hər kəs amansız müharibələr məruz qalırdı. Hələ vahid dövlət yox idi. Axırda dedik ki, Sin sülaləsi qalib gəlir. Bu nə vaxt olub? Vuruşan padşahlar dövründə. Ona görə cavab 1-i götürürük. Quldarlıq münasibətlərinin yaranması. Zaten uşaqlar. Zaten uşaqlar, quldarlıq münasibətləri dövlət yaranandan yaranmışdı. Ona görə 1-ci minilliyə aid deyil. Ona görə 2-ni götürmürük. Feodal pərakəndinə son qoyulması. Feodalizm yaranmamışdı da uşaqlar. Ona görə 3-ü götürə bilmərik. Vahid dövlətdə birləşdirilməsi, bəli. Yəni bu vuruşmada Sin sülaləsinin qalib gəlməsi vahid Hun dövlətinin yaranmasına səbəb olmuşdu. Cavab olacaq 1, 4. Xronoloji ardıcıllıq. Uşaqlar, xronoloji ardıcıllıqda həmişə baxırsınız, minillik var bir dənə, qalanları əsrdir. Çalışın, ya əsrlərin hamısını minilliyə çevirin. Amma yox, bir dənə minillikdə həmişə 1-ci minilliyi götürərsiniz. Bilirik ki, Böyük Hun dövləti şərq və qərb hissələrə parçalandı eradan əvvəl 58-də. Böyük Çin səddi tikilməyə başladı 214-də. Xan sülaləsi hakimiyyətə gəldi 206-da. Baxaq, böyükdən kiçiyə düzürük. 2, 3, 1. 49. Roma qoşunları Fraspa yaxınlığında döyüşdə məğlub oldu. Eradan əvvəl 36. Atropatenada.
Kuti dövlət qurumu yaranması 3-cü minillikdə idi yerdən əvvəl. 3-cü minillik. Çində vuruşan padşahlar 4-cü əsr. Manna dövləti 9-cu əsr. Baxın uşaqlar, bir dənə burada minillik var, o da 2-dir. Ona görə birinci hansını götürəcəyik? Birinci minilliyi götürəcəyik 2. Sonra 4, 3 və 1. 50-ci sual. Maqneziya döyüşü 190-cı ildə oldu yerdən əvvəl. Mannada mərkəzləşmiş dövlət yarandı. İranzunun dövründə 8-ci əsr. Qədim Hindistanda vahid dövlətin yaranması 3-cü əsrin ikinci yarısı. Qırmızı qaşlılar 180, yox, qırmızı qaşlar deyil, qırmızı qaşlar oldu eramızın, birinci əsrində. Ona görə ən axırda bunu götürəcək, çünki bizim yerə yaxın budur. Başlayaq düzməyə. 50-də necə olacaq? Baxın, 50-də olacaq 2 yenə birinci olacaq. Çünki 8-ci əsr böyükdür, 2. Sonra 3, 1, 4. 51. Çində erkən sivilizasiya uşaqlar 3-cü minillikdə yaranmışdı. Çin torpaqları ilk dəfə vahid dövlətdə birləşdirildi 221-ci ildə. İpək yolu salındı 2-ci əsrdə. Qırmızı qaşlar üsyanı oldu 1-ci əsrdə, amma eramızın 1-ci əsrdə. Bu üçü uşaqlar eradan əvvəl idi, amma bu eramız idi. Ona görə yenə ən axırda bunu götürürük. Demək necə olacaq düzülüş? 1, 2, 3 və 4. Aha, sonra sonuncu suallara yaxınlaşırıq. 52. Üsyanların xronoloji ardıcıllığını müəyyən eləyin. Üsyanların xronoloji ardıcıllığını. Baxın uşaqlar, sarsaqlar oldu 184, 2-ci əsrdə. Qırmızı qaşlar 1-ci əsrdə. İranzunun Durdubqayov eradan əvvəl 719. Ən böyük bildiyimiz kimi İranzuda 719 8-ci əsr elir 3. Sonra axırda birinci olur qırmızı qaşlılar 2 və 1. 3, 1, 3, 2, 1. Qırmızı qaşlar üsyanı oldu, yenə dedik 1-ci əsrdə. Makedoniya İskəndər 317-də getdi. Ay, 327-də. Üzürlü sayın. Eradan əvvəl 327-də. Akkad imperiyası süqut elədi 22-ci əsrdə. Sarsaqlar üsyanı oldu 184 eramızda. Yenə 4-ü ən axıra qoyacaq, çünki bizə yaxın odur. Demək, 53-ü necə düzəcəyik uşaqlar? 3-ü birinci götürəcəyik, çünki 22-ci əsrdir, ən böyüyü odur. 53-ə baxırdıq da, 3-ə, 2, 1 və 4. Bu cür. 54-cü suala baxaq. Sonuncu sualdır uşaqlar. Mete, Teoman və Sinşxandır. Pinçin sülhün imzaladı, bilirik də əzbərlədik ki, Mete kişi Tibet tayfalarını məğlub elədi. Yenə Mete, biraz qoçaq idi. Sonra deyir, ölkəni 36 vilayətə böldü Sinşxandi. Mərkəzi Asiyada yeni dövlətin yaradılması Teoman Tanhu, yəni Hun dövlətini deyir. Koreyanın işğal edilməsi, Koreya işğal olunmuşdu uşaqlar. Bu Xan sülaləsinin dövründə, ona görə heç birinə aid deyil. Demək, 1AB, 2D, 3C variantı olacaq. Belə uşaqlar, bugün qədim Çin Hun dövlətinin izahına baxdıq. Sizlərlə birlikdə kanala abunə olub, bildirimləri açıb, videonu bəyənməyi unutmayıb, bizi izləmədə qalın. Sağ olun, salamat qalın.